Hər birinizi salamlayıram. Bu gün diş və ağız boşluğu sağlamlığına siqaretin və tütünün təsirindən danışacağıq və təsir dairəsinə, eyni zamanda istifadəçilərin sayına nəzər yetirdikdə həqiqətən çox əhəmiyyətli və uzun illərdir ki, aktual olan bir mövzudur və təəssüflər olsun ki, istifadə etməyənlərlə yanaşı, istifadə edənlər də onun ziyanlı olduğunu bilirlər. Bir halda ki, yəni məhsulun öz üzərində belə bu qeyd olunur. Amma istifadəçilərin sayında bir azalma görünmürük. Və düşünürəm ki, bəlkə də bunun səbəblərindən biri odur ki, biz bilirik ziyanlıdır, amma tam olaraq bədənimizə nələr edir, orqanizmimizdə təsir mexanizmi nədir, bundan biraz xəbərsizik. Və biz bugün Nigar doktorla birlikdə çalışacağıq ki, ziyan vurur ifadəsinin arxasında tam olaraq nələr durur, onu bir aspektdən belə deyim müzakirə edək. Hər vaxtınız xeyir, Nigar doktor. Sən mənə bu mövzu ilə bağlı müraciət edərkən həqiqətən də sevindim, çünki belə diş həkimlərinin yaralı bir yeridir. Və bu mövzu barəsində araşdırarkən Azərbaycanda ümumiyyətcə faizli maraqlı gəldi. 2022-ci ilin statistikasına əsasən hər 5 nəfərdən biri siqaret çəkir və əsas böyük çoxunluğu kişilər olsa da əfsuslar olsun ki, son zamanlarda bilirsən qadınlarda da artıb. Nəyə görə əfsuslar olsun ki, çünki uşaqlara təsiri çox da böyükdür. Bilmirəm, ana olduğum üçün hər halda hər mövzunun sonu məndə uşaqlara da çıxır və ümumiyyətcə ağız boşluğu, biz bunu holistik diş həkimliyi deyirik. Ağız boşluğunu sadəcə mən dəyərləndirməməyə çalışırıq. Ağız boşluğu ilə bədən bir bütöv halındadır. Bədəndəki gedən proseslər ağız boşluğuna, ağız boşluğundakı olan proseslərdə bədənimizə təsir etdiyi üçün və bu ətrafımızda da uşaqlar olduğu üçün hamısı ilə əlaqəsi çox önəmlidir. Çox həqiqətən də aktual bir mövzudur. Mən də istəyirəm ki, bəzi mövzulara ikimiz birlikdə aydınlıq gətirək. Siqaret və tütün istifadəsi ümumiyyətlə ağız üçün dedik ki, zərərlidir. Necə zərərləri var? Dişlərdə qətran qalınlığı və ya tünd qəhvəyi ləkələr, tüklü qara dil, damaqda qırmızı, iltihabi lezyonlar, diş əti xəstəliklərini, meyillilik, diş daşlarının yığılması, ağızdan pis qoxunun gəlməsi və toxuma pozğunluğunu, leykoplekiya dediyimizə ağız xərsəngini də gətirib çıxara bilir. Doktor, daha detallı məlumatlandırmaya keçməmişdən öncə belə bir sual vermək istəyirdim. Ümumiyyətlə sizə müraciət edən pasientlər diş və ağız boşluğundakı dəyişiklikləri siqaret çəkilməsi ilə əlaqəli olduqlarını bilirlərmi? Yəni bunun fərqində olurlarmı? Çox gözəl bir sual vermisən. Əfsuslar olsun ki, yox. Ümumiyyətlə mən görürəm ki, yavaş-yavaş. Ümumiyyətlə diş ətində bir problemlərin olduğunu, diş daşlarının olmağını, diş hərflərinin ümumiyyətlə pasientlər onların varlığından belə xəbərsiz olurlar. Pasientlər gəlir, böyük diş əti çəkilmələri var. Diş daşları böyük var. Dişlər demək olar saralmış, qəhvəyi rəngdə olurlar və təəssüflər olsun ki, pasientlərimizin bundan məlumatlı olmurlar. Yəni biz deyirik, bəzən elə olur ki, o qədər çox diş daşları yığılır ki, dişlər çəkilməyə doğru gedir və məndə axı heç bir ağrı yox idi deyib elə gəlirlər. Təəssüflər olsun ki, ona görə bu videonu çəkmək istədim ki, yəni biraz daha məlumatlandıra bilək. Siqaret dediyim kimi ağız kimyasına bütövlükdə bir təsir eləyir. Siqaret çəkənlər unutmamalıdırlar ki, onlarda kəskin, xoşa gəlməz ağız qoxusu olur və bu ağız qoxusundan da əvvəl dişlərdəki o rənglər, lənglənmələr, tünd rənglənmələr, nə qədər biz cilalama prosesi eləsək də, ağartma prosesləri eləsək də, onlar çəkmə müddətinə görə təkrar yaranır. Siqaret çəkənlərdə dad hissiyatı azalır, immun sistemin zəifləməsi ilə də iltihabi reaksiyalar baş verir. Müəyyən növ mikroorqanizmaların artmasına səbəb olur, anaerobik mikroorqanizmaların artmasına. Bu da karyeslərin çoxalmağına, karyeslərə gətirib çıxardılır. Sümük itkisi diş əti çəkilmələrinə səbəb olur və nikotinin stimullaşdırıcı təsiri var. Bu da tüpürcəkdəki azalmağa səbəb olur. Tüpürcəyin azalması nə deməkdir? Quru ağız deməkdir. Quru ağızda nə olur? Bakteriyalar daha çox olur və ümumiyyətlə diş əti özünü qoruya bilmir və ona görə də bakteriyalar rahat şəkildə diş ətinə keçid eləyir və diş əti çəkilmələri, sümük çəkilmələri prosesləri baş verir və həmçinin də nikotin oksidləşdirici prosesi pozduğuna görə də qan axımı azalır. Qan axımının azalmağı nə deməkdir? Yara yerində sağalmanın gecikməyi deməkdir.
Bəzən pasientlərdə leukoplakiya dediyimiz, yəni leukoplakiya nə deməkdir? Ağdamaq, ağız boşluğunda, farinks divarında, yanaqlarda mavi ağ şəklində qalınlaşmalar da yarana bilər və bu zaman pasientlərimiz bizə müraciət edə bilər. Biz o zaman soruşuruq siqaret çəkmə ilə bağlı. Bu hələ yaxşı bir versiyasıdır və bəzən də siqaret təəssüflər olsun ki, ağız xərçənginə də səbəb ola bilər. Ağız xərçəngi üçün əsas amillərdən biridir siqaret. Pasientlər ağızlarında hər hansısa bir fərqli bir dəyişiklik hiss etdikləri zaman mütləq şəkildə diş hekiminə müraciət etməlidirlər ki, vaxtında diaqnozu qoyularaq müalicəsi olunur. Biz ona görə deyirik ki, 6 ayda bir, ümumiyyətlə hər sağlam insan üçün də, ümumiyyətlə siqaret çəkən insanlar üçün də 6 ayda bir müalicələr, heç bir şey yoxkən bir müayinə olunmaq vacibdir. Əslində doktor, siz həm leykoplakiyanı, həm də ağız xərçəngini dediniz və onu da nəzərə almaq lazımdır ki, leykoplakiyanın özü də eyni zamanda belə deyim, xərçəngöynü bir proses sayılır və o da sonradan xərçəngə çevrilə bilər. Bir də doktor, məsələn, mənim belə bir sualım olacaqdır ki, siqaret çəkmək, siqaret istifadəsi diş müalicəsinə necə bir təsirdir? Həm proses müddətində, həm də müalicədən sonrakı bir dövrdə. Biz təbii ki, pasientlər gəldiyi zaman soruşuruq siqaret çəkmə sıxlığını, gün ərzində nə qədər çəkdiyini, çünki bu müalicəyə çox təsir eləyir. Təbii ki, xəstələrimiz bizdən yaxşı nəticə gözləyirlər, ancaq bu yaxşı nəticə iki tərəfli olan bir şeydir. Və ümumiyyətcə müalicə müddətində və müalicə sonrasında da əsasən də yara yeri, dedim, bayaqları qan axımını azaldır. Bu bizim üçün çox önəmlidir. Bir diş çəkimi zamanı və yaxud da bir cərrahi bir əməliyyat zamanı orada biz deyirik siqaret çəkməyin, bəzən pasientlər siqaret çəkir və orada tamamilə qan axışını çəkir. Qan axışı çəkildiyi üçün daha sonradan başqa fəsadlarla, yəni orada yara yeri sağalmadığına görə başqa fəsadlarla gəlirlər. Və təəssüflər həm zaman itkisi olur, həm maliyyə itkisinə səbəb olur. Ona görə də kooperativ işləməyə çalışırıq. Bəzən pasientlər olur ki, həddindən artıq siqaret çəkir və özünü tuta bilmirsə, bununla bağlı yəni özümüzü qorumaq üçün, pasiyenti də qorumaq üçün. Çünki bu həqiqətən də xoşa gəlməz bir zamandır. Yəni düzdür, pasiyentlərə biz başa salsaq da, onlar bilsə də istər-istəməz sıxıldığımız bir mövzudur. Çünki orada bir sağalma baş vermir. Əlavədən maliyyə, əlavədən vaxt itkisi, ağrı. Ona görə də siqaret çəkənlərlə çəkməyənlər arasında bariz bir fərq var sağalma arasında. Doktor, və elektron siqaretlər haqqında soruşmaq istəyirəm. Çünki xüsusilə son zamanlarda istifadəsi həddindən artıq artıb. Düzdür, biz düşünsək ki, ənənəvi siqareti belə deyim, çəkməyi dayandırmaq istəyən biri müvəqqəti olaraq elektron siqaretə keçmək istəyir və daha sonra da ümumiyyətlə siqaret çəkməni həyatından çıxaracaq. Bunu müsbət bir proses kimi qiymətləndirə bilərik. Amma cavanların siqaret azyaşlıların elektron siqaret istifadəsinə başlaması halları da çoxdur və onların da əksəriyyəti içində tərkibində xüsusi dadlandırıcılar var və insana həm də xoş bir təsir də qoyur. Belə bir sual vermək istəyirəm ki, elektron siqaretlərin istifadəsi diş və ağız sağlamlığı baxımından bildiyimiz ənənəvi siqaretlərdən daha mı az ziyanlıdır, yoxsa? Xeyr, əksinə, ikisi də eyni dərəcədə ziyanları var. İkisi də eyni dərəcədə. Diş ətinə də ziyanı var, dişdə ziyanları var. Əksinə, elektron siqaretlərin tərkibindəki o dediyin o dadlandırıcılar xüsusən təəssüflər olsun ki, bir də cavanlar elə əsasən də bu ənənəvi yox, elektron siqaretləri o dadlandırıcılara görə istəyirlər. Onların tərkibindəki dadlandırıcılar da çürüyə daha çox yəni səbəb olur. Ona görə də elektron siqaretlər, yəni əsla bəzən deyirlər elektron siqaret ətrafıma çox tüstü vermir, ziyansızdır, şirindir. Yəni əsla, ikisinin də eyni dərəcədə diş ağız sağlamlığına ciddi fəsadları var. Yəni həqiqətən siz demiş, mən də araşdırma edərkən yayınlanan məqalələrdən də gördüm, bəzi cədvəllər də hətta paylaşılmışdı. Ümumiyyətlə siqaret çəkməyən biri ilə müqayisə etdikdə elektron siqaret çəkən insanlarda bu ağız boşluğunda gördüyümüz şikayətlər həddindən artıq çoxdur. Bəli, eyni dərəcədə. Yəni yenə də ziyanlı bir vərdişdir. Və doktor deyir ki, bir nəfər bu vərdişi sonlandırmaq mərhələsindədir.
yəni hələ də çəkir siqaret və ya ümumiyyətlə ziyanlarını bilsə də çəkməyə davam edir. Onlara verə biləcəyiniz bir məsləhət varmı ən azından nisbətən prosesi şikayətləri aradan qaldırmaq üçün və ümumiyyətlə belə bir şikayətlərlə qarşılaşmamaq üçün? Sular alsın ki, bunun üçün professional dəstək lazımdır. Bizim deyə biləcəyimiz tək şey siqaret çəkməyin. Bundan başqa bir şey deyə bilmirik. Həqiqətən də düşün, ağız boşluğunda bu qədər zərərləri varsa, mən bədən boşluğundakı zərərlərini düşünə bilmirəm. Bu barədə də sən özün yəni danışarsan, həqiqətən də çox ziyanlıdır. Birmənalı şəkildə azalda bu prosesdən azad olmalıdırlar. Və bayaqdan səninlə danışdığımız hamısı aktiv içicilik idi. Aktiv siqaret çəkənlərin ağız boşluğunda yaratdığı fəsadları idi. Bir də pasiv içicilik dediyimiz var. Pasiv içicilik nədir? Siqaret çəkənin ətrafındakı insanlara tüstü vasitəsilə ağız boşluğunda yaratdığı təsirlərdir. Əsasən də bu uşaqlarda prenatal dövrdə daha çox fəsadları var. Prenatal dövrdə məruz qalan uşaqlar ağzında funksiyonal və dişlərin inkişafında pozğunluğa səbəb ola bilər. Həm birinci, həm də daimi dişlərdə hipoplaziyaya, arofisial yarıqlara, ağzın dişlərində çürüklərə səbəb olur. Ana siqaret çəkdiyində sonra ana südü ilə uşağa süd verdikdə bu şifahi yolla övlada keçir və Streptococcus mutans dediyimiz bakteriyaların çoxalmağı kariyesa səbəb ola bilər. Həmçinin C vitamininin də azalması, səviyyəsinin azalması da bu bakteriyaların çoxalaraq kariyesə nədən olur. Bir digər amil isə pasiv içicilikdə dediyim kimi siqaretin tüpürcəyə olan təsirindən tüpürcə azalmasına bağlı olaraq diş əti və diş qorumasız qalır və bakteriyaların ora çoxalmağına səbəb olur. Və dediyim kimi prenatal dövrdə nə qədər ki uşaq məruz qalır, erkən uşaqlıq çürüklərinə də bir o qədər yatqın olur. Bəzən olur deyirlər, siqaret çəkdim, artıq uşağa yaxınlaşa bilərəm. Bu tamamilə yanlış bir fikirdir. Çünki bədəndə, ağızda, əldə olan nikotin nəfəs yolu ilə uşağın dişlərinə, bədəninə də həm təsir edir, həm də ağız boşluğundakı çürüklərə də təsir edir. Bir çox ölkələrdə siqaret çəkməklə bağlı qayda qanunlar olsa da, yəni siqaret çəkməyənlər üçün qapalı alanlarda siqaret çəkməmək kimi bir qayda olsa da, uşaqlarla valideynlərin bir yerdə olduğu ev şəraiti, maşın şəraitində belə bir qanun əhatə olunmayıbdır. Buna görə də valideynlər ən azından bu barədə məlumatlı olmalıdırlar. Siqaret çəkirlərsə, biz bunun qarşısını ala bilmərik. Yaxındakı ətraflarına çəkmirsə, buna onlardan maksimum dərəcədə uzaq bir yerdə çəkilməlidir, əllər yuyulmalıdır, dişlər fırçalanmalıdır, elə şəkildə uşağın yanına yaxınlaşılmalıdır. Dediyim kimi, əsasən siqaret hardan başlayır? Maraq kimi. Maraq kimi başlayan, daha sonra da tərcih edilə bilməyən siqaret ümumi sağlamlığa və ağız sağlamlığına zərərlidir. Ancaq bunu da təcrübədən buraxmaq da dözüm, güc istəyən və bəzən də professional dəstək istəyən bir şeydir. Və mümkünsüz bir şey də deyil təbii ki. Sağlam bədən, təravətli nəfəs, sağlam ağ dişlər bizim həyat komfortumuzu artırır. Həm özümüzün, həm də ətrafımızdakıların. Çox sağ olun doktor. Onda belə deyə bilərik ki, siqaretsiz bir həyat, daha sağlam dişlər, daha təravətli nəfəs, daha parlaq bir təbəssüm və daha sağlam uşaqlar deməkdir. Elə şey var. İzlədiyiniz üçün təşəkkür edirik.